ve hakim olan Allah'ın adıyla, bugünkü Mövlüd münasibəti ilə Azərbaycan tarixinin bu şanlı günləri münasibəti ilə təbrik edirəm sizi. Şərm Alam İmamzadan deyin, bilənlər bilir. Bütün bu Əhl-Beyt aşirləri hansısa bir imamı lap əzizdən əziz bilir. Mənim də əzizdən əzim o 14 məsumdan İmam Rızadır ki, Allah qismət edib, ağada dəvət edib, dəfələrlə ziyarətində olmuşuq və ümid edirik ki, gələcəkdə də bu ziyarəti bizlərə də, sizlərə də qismət edib inşallah. Təşəkkür edirəm ağaya ki, icazə verdi mənə. Mən yəni tarix müəllimi kimi bugünkü 9 may qələbə günü münasibətdə bir işarə demək istəyirəm. İkinci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də başladı, 1945-ci il sentyabrın 2-də başa çatdı, 6 il davam etdi. Dünya tarixinin ən böyük, ən dağıdıcı müharibəsi idi ki, 100-ə qədər dövlət orada iştirak elədi, 70 milyon adam həlak oldu, 100 milyondan da çox adam yaralandı, şikəst qaldı. Azərbaycan da o dövrdə, SSR dövründə SSR tərəfdən bu müharibədə iştirak edib, 640 min nəfərdən çox Azərbaycanın vətəndaşı gedib bu müharibədə iştirak edib, şərəflə döyüşüb, onların 400 mini qayıdıb, şəhid olub. Heç Azərbaycanda mənə gəlir ailə yoxdur ki, onun babalarından kimsə o müharibədə iştirak edir. Elə ailə olub ki, bilirəm 4 nəfər, 5 nəfər o ailədən gedib iştirak edir müharibədə. Mənim də babalarımdan biri itkin düşür və indiyəcən də ondan xəbərimiz yoxdur. Və bir çoxları da belə. Azərbaycan xalqı bu müharibədə çox böyük itkilər verib və böyük şeytanlardan olan Hitlerin məğlub olunmasında bizim Azərbaycan xalqının da böyük rolu olmuşdur. Çoxlu Azərbaycanlı orada qəhrəmancasına iştirak edir. Həmçinin arxa cəbhədələr, analar, bacılar, nənələr, bibilər, xalalar bacardıqları qədər müharibəyə kömək edirlər. Yəni, corab toxuyurdular, əlcək toxuyurdular, qan verirdilər, qızılların, gümüşlərin, sırğaların, müziklərini verirdilər müharibəyə ki, top düzəltsinlər, tam düzəltsinlər ki, onlardan faşistlərə qarşı iştirak edilsinlər. Və bu müharibənin, belə deyək ki, Azərbaycan üçün bir xeyri də oldu. Nə xeyri oldu? Yəni, bu şərin ortaya çıxması bu şəhər, yəni Stalin məcbur elədi ki, SSR-də bağlanmış ibadətgahların açılmasını icazə verir. Bilirsiniz yəni, 20-ci ildən 37-ci ilə qədər tək Azərbaycanda yox, o vaxt ki, SSR-nin hər yerində məscidlərlə, yəni kilsələr, sinagoglar, bütün ibadətgahlar bağlanmışdı, dağılmışdı. 1920-ci ildə Azərbaycanda 4000 dənə məscid fəaliyyət, məscid, təkyə, ziyarətgah fəaliyyət göstərir. Amma 37-ci il olan biri də qalmamışdı. Və nə qədər bir ruhanilərimiz repressiya məruz qalmanın sayını bir Allah bilir. Amma Stalin məcbur oldu, yəni bu böyük şeytan məcbur oldu, 1944-cü ildə ibadətgahların açılmasını icazə verir. Və həmin ildə Azərbaycanda Qafqaz Şeyxülislam vəzifəsi tezidən bərpa olundu, həmçinin keçmiş hissinin digər yerlərində, yəni Mərkəzi Asiyada, Volqa boyu, Rusiyanın mərkəzi hissəsi və s. Məscidlərin açılmasına icazə verilir. Və ondan sonra da yavaş-yavaş yenidən bu ruhanilərin hazırlanması idi, ibadətlərin keçirilməsinə icazələr verildi. Yəni, demək istəyirəm ki, bu qələbə bir başqa tərəfdən də qələbə çalmamıza kömək oldu. Mən sizi bu qələbələr münasibətlə təbrik edirəm, hamımızı çox arzulayıram ki, tezliklə qapılar açılsın, hamımız gedir. Ağamızın ziyarətini, Mövlüdü inşallah gələn orada qeyd edir. Allah hamımıza uzun ömür, can sağlığı.